Salam, hər vaxtınız xeyirli olsun. Gəlin belə bir məsələnin izahatına baxaq. Himalay dağlarında A zirvəsinin hündürlüyü 7000 metrə, digər dağın hündürlüyü isə 4375 metrə bərabərdir. Bu zirvələr arasındakı atmosfer təzyiqi fərqini tapın. Biz ilk öncə həmin zirvələr arasındakı hündürlük fərqini tapmalıyıq. 7000 metr çıxılsın 4375 metr edər 2625 metr. Təzyiq fərqini bəs necə tapacaq? Biz bilirik ki, yer səthindən yuxarıya doğru qalxdıqca hər 10 metrdən bir təzyiq 1 millimetr aşağı düşür. Buna görə də bu hündürlük fərqini biz ona bölsək, təzyiq fərqini tapacaq. 2625-i ona böləndə bura bir vergül atırıq, olur 262,5. Doğru cavab D variantı.